1988-ci ildə Bakı şəhərində dünyaya gələn Nərgiz Həbibova zəhmətkeş müəllim ananın və ədalət prinsipləri ilə yaşayan polis atanın ailəsində böyüyüb. Gənc yaşlarında təhsilə və inkişaf etməyə sadiq qalan Nərgiz xanım bugün ABŞ-da tanınmış hüquqşünas, eyni zamanda cəmiyyətə dəyər qatan sosial fəaldır. O, ABŞ-ın nüfuzlu Chicago Kent College of Law Universitetində trial advocacy üzrə təhsil alaraq beynəlxalq hüquq sayəsində parlaq uğurlara imza atıb. Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında və Cənub qaz dəhlizi kimi nəhəng layihələrin icrasında fəal iştirak edib. Cənub qaz dəhlizi böyük bir məsuliyyət idi. 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyində çalışdığım dövrdə Azərbaycanın beynəlxalq enerji siyasətində əhəmiyyətli layihələrdə iştirak etdim. Ən yadda qalan təcrübələrdən biri isə 53 milyard dollar dəyərində olan Cənub qaz dəhlizi layihəsində iştirakım oldu. Bu layihə Azərbaycanın Avropa ilə əlaqələrini möhkəmləndirən strateji bir addım idi və layihənin iclaslarında iştirak etdiyim beynəlxalq maliyyə institutları ilə danışıqlarda ölkəmizi təmsil etdiyim dövrlər mənim üçün həm məsuliyyətli, həm ilham verici idi. Eyni zamanda Nərgiz xanım İqtisadiyyat və Əmək Nazirliklərində çalışdığı dövrdə övladlığa götürmə, əmək məcəlləsində dəyişikliklər və əmək bazarının modernləşdirilməsi kimi sahələrdə aparıcı rol oynayıb. Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyində çalışdığım illər ərzində böyük əmək bazarında və sosial sahələrdə böyük dəyişikliklərə imza atdıq. Və bunlardan ən böyüyü isə Əmək Məcəlləsinin 142 maddəsində dəyişiklik etmək olmuşdu və eyni zamanda övladlığa götürmə sahəsində islahatlar və əmək bazarının modernləşdirilməsi məqsədi ilə hazırlanan layihələrdə aktiv rol almışdım. Və bu işlər sadəcə texniki dəyişikliklər deyildi və onlar insanların həyatına birbaşa təsir edən ciddi sosial layihələr idi. ABŞ-da isə məişət zorakılığı ilə bağlı beynəlxalq təcrübələri araşdıraraq qadınların hüquqlarının qorunması istiqamətində dəyərli təşəbbüslərlə çıxış edən Nərgiz xanım onu da əlavə etdi ki, məişət zorakılığına qarşı mübarizədə sistemli yanaşma vacibdir. ABŞ-da təhsil aldıqdan sonra diqqətimi məişət zorakılığı ilə mübarizə məsələlərinə yönəltdim. Çox təəssüf ki, bu sahədə hələ də dünya miqyasında ciddi boşluqlar var. Və mən inanıram ki, vahid mərkəzləşdirilmiş sistem, çox agentli yanaşma və bir pəncərə prinsipi bu problemi həll etməyin əsas yollarından biridir. Maarifləndirmə tədbirləri və hüquqi mexanizmlər bu sahədə vacib rol oynayır və mütləq gücləndirilməlidir. Nərgiz xanım həm də Azərbaycan diasporası ilə əməkdaşlıq eləyərək gənclərin inkişafına dəstək verir və təhsilin insan həyatındakı dəyişdirici gücünü təbliğ edir. Onun üçün təhsil sadəcə bilik deyil, bu haqqın, ədalətin və insanlığın xidməti yoludur. Elm insanı gücləndirir, əxlaq isə kamilləşdirir. Bu düşüncə ilə yaşayan Nərgiz Həbibova təkcə peşəkar uğurları ilə deyil, həm də insani dəyərləri ilə parlayan bir nümunədir. Mən hüququ seçdim, çünki həmişə haqqı axtarır, ədalət uğrunda mübarizə aparmaq istəyirdim. Uğurlarımdakı ən böyük pay isə təhsilə olan inamımdır. Təhsil mənim üçün sadəcə diplom deyil, o mənə düşünməyi, sorğu-sual etməyi, fərqli baxış bucaqlarına olamağı və ən əsası cəmiyyətə faydalı olmağı öyrətdi. Haqqın yanında olmaq, insanlara fayda vermək və cəmiyyət üçün çalışmaq. Bəlkə də elə budur Nərgiz xanımı Azərbaycanlı edən, sevdirən və uğur aparan.